Mən bu sualı cavablandırmaq istəyirəm. Ümumiyyətlə kalsium ionları, kalsium insan həyatında çox vacib bir mikroelementdir. Kalsiumsuz həyat yoxdur. Kalsium olmadan heç bir əzələ, sinir keçiriciliyi həyata keçirilmir. Biz yeriyə bilmərik, biz danışa bilmərik, biz gülə bilmərik. Yəni ürəyimiz vurmaz, əzələlərimiz hərəkət eləməz, bağırsaqlarımız hərəkət eləməz və s. Bu kalsium hamıda varmı? Hamıda var. Depo şəklində Allah Teala elə yaradıb ki, düzdür. Hər bir insan, məsələn, 1500 vaid kalsium qəbul eləməlidirsə gün ərzində, amma bunu biz hamımız qəbul eləmirik və bu halda çatmamazlıq yaranır. Bədən öz çatmamazlığını bərpa eləməkdən ötürü sümüklərdə depolanmış kalsiumu qana qovur və beləliklə qanda həmişə kalsiumun səviyyəsi demək olar ki, tənzimlənir və insan yaşayır. Ümumiyyətlə 30 yaşına qədər hər bir insanda sümük əmələ gəlmə və sümük dağılma problemləri demək olar ki, eyni xətt üzrə inkişaf eləyir. Yeniyetmə devrinə qədər isə sümük yaranma problemi sümük dağılmanı üstələyir. Lakin 30-dan sonra sümük dağılma prosesi sümük yaranma prosesini üstələyir və ona görə sümüklər kövrəlməyə başlayır, sümüklər qırılmağa başlayır, sümüklər öz möhkəmliyini, öz rigidliyini itirməyə başlayır kalsium çatmamazlığına görə. Xüsusilə də əgər insanlar normal həyat tərzi sürmürlərsə, günəş vannalarını kifayət qədər qəbul eləmirlərsə, xüsusilə də bizim Azərbaycan şəraitini nəzərə alsaq, Azərbaycanın iqlim qurşaqları nəzərə alsaq, bizdə günəş yalnız may ayından sentyabra qədər olur. O da çox ara fasilələrlə və biz bundan istifadə elə bilib günəş vannaları da qəbul eləyə bilmirik. Eləcə də kalsiumla zəngin, məsələn, elə insanlar var ki, ümumiyyətlə süd məhsulları ilə arası yoxdur. Halbuki kalsium ən çox süd məhsullarındadır. Qəbul eləmir. Təbii ki, bu insanlarda kalsium çatmamazlığı olacaq. Ən yaxşısı kalsiumu təbii vasitələrlə bərpa. Məsələn, ən çox küncütdədir, ağ küncütdə. Hər bir insan, məsələn, 2 xörək qaşığı ağ küncüt isə gündəlik kalsium tələbatının böyük bir hissəsini ödəmiş olur. Ondan başqa süd məhsulları, yəni süddən hazırlanan hər hansı bir məhsulda kalsium zəngindir. Lakin siz kalsium qəbul eləyin, lakin sizin bədəninizdə vitamin D azdırsa, o qəbul elədiyiniz kalsiumun böyük bir qismi atılıb gedəcək orqanizmdən. Yəni heç bir mənası olmur. Ona görə də D ilə kalsium mütləq bərabər şəkildə qəbul olunmalıdır. Əgər siz təbii vasitələrdən istifadə etmirsinizsə, təbii ki, dərman vasitələrindən, dərman kimyəvi kalsium preparatlarından qəbul eləyə bilərsiniz və sizi maraqlandıran suallardan biri də ömrü boyu, il boyu kalsium preparatları qəbul eləmək olarmı? Təbii ki, bu olmaz. Yəni ildə 2 dəfə, 3 dəfə, bir ay aralıqlarla əgər sizin bədəninizin həqiqətən kalsiuma ehtiyacı varsa, təbii ki, mütləq bu həkim göstərişi ilə olmalıdır. Siz kalsium preparatları qəbul edə bilərsiniz. Əks halda siz ifrat dərəcədə kalsium qəbul eləsəniz, sizdə bunun da çox mənfi təsiri var. Böyrəklərdə daş əmələ gələ bilər, kalsinatlar çökə bilər bütün damarlara, damarlar kirəcləşə bilər. Bu nəticə etibarilə infarkta və yaxud insulta gətirib çıxarda bilər. Ona görə də kalsium preparatlarını ümumiyyətlə profilaktik olaraq dünyada artıq qəbul olunmuş bir faktordur. Menopauza olan devrində olan insanlar, xüsusilə 50-dən 60-dan yuxarı insanlar ildə ən azından 1-2 dəfə, bir ay kalsium preparatları qəbul edə bilərlər. Bunun orqanizmə heç bir ziyanı yoxdur. Lakin təbii vasitələrə üstünlük versəniz, bu sizin xeyrinizədir, bu daha yaxşıdır. Çünki təbii alınan kalsium bədən istədiyini qəbul edir, artığını isə bədəndən atılır.